Salam balaca rəssamlarım və rəssamlığa marağı olanlar. Bu günləri icmalda atdığınız mənim əl işlərinizə baxacağam. Amma bunu deyim ki, bir qismdə biraz əsəbləşdim. Nəyə görə? Elə uşaqlar var ki, öz əl işidir, atmağa çəkinir. Elə uşaqlar var ki, yəni Pinterestdə gördüyü şəkli və ya AI proqramından, yəni süni intellektdən istifadə etdiyi, düzəltdiyi əl işi mənə atır ki, müəllimə, baxın bu mənim əl işimdir. Sanki mən Pinterest proqramı istifadə etmirəm, mənim Google'um yoxdur, YouTube'um yoxdur. Yəni biraz belə bir hadisələr yaşandı burada. Yəni əl işlərdən zaten görəcəksiniz. Mən əvvəlcədən seçirəm, ürəkləyirəm və bu axşam videoda olacağını qeyd edirəm uşaqlara ki, uşaqlar özlərində baxsınlar, xəbərləri olsun. Belə hallar olmasın. Çünki uşaqlar bu yəni çox gülməli yaranır. Uşaq öz çəkmədiyi şeyi atır, sonra deyir ki, müəllimə necədir? Yəni zaten öz ifadəmdə bildin ki, necədir? Olmaz, eləməyin belə şeylər. Nəsə uzatmaq işimizdən başlayaq. Salam müəllimə, mənim 13 yaşım var, adım Aylindir. Rəngli karandaşla etdim, bəzi yerlərdə sulu boya ilə istifadə etdim. Sizcə necədir? Mən 3 ildir rəsm kursuna gedirəm və digər videonuzda da dalğalı rəsmi çəkən məndim. Dalğalı rəsm doğrusu yadımda deyil. Dalğalı rəsm. Gəmi ilə olan bir dənə çox qəşəng bir iş var idi. Bu işi mən ilk dəfə elə bir görmüşəm kimi gəlir mənə. Bir də SS edib götürmüş kimisən. Çünki bulanıq düşüb. Məncə də elə görsənir, də bulanıq görsənir. Mən isə bunu bir dəfə atmışam. Çünki mənə çox tanış gəlir bu iş. Dəhşət dərəcədə tanış gəlir və çox da qəşəngdir. 13 yaşa görə çox qəşəngdir. Kursa da gedirsən, məlumatın da var. Yəni ağladı məncə. Yəni orada bir şey deməyə ehtiyac yoxdur. Amma sanki təzədən atmışam. Düz deyirəm, çünki çox tanış gəlir mənə. Yəni mən bir iki dəfə gördüyüm şeyi də unutmuram. Mən çəkmişəm 15 yaşımda, indi 16 yaşım var. Dizayner olmaq istəyirəm. Heç bir kursa getmirəm, özüm hazırlaşıram. Geyimə aid rəsmləri də paylaşmıram sadəcə. Belə başa düşdüm ki, geyim üzrə dizayner olmaq istəyirsən. Əslində uşaqlar dizayn ixtisasına qəbul olmaq üçün adil baş hekayəli, yəni imtahan verirsən və həmin o qəbul olduqdan sonra şaxalama o vaxt başlayır. Mənə çox uşaq deyir ki, müəllimə, geyim dizayneri olanda nə düşür? Yəni imtahana iştirak etmək üçün nələrdən imtahan verirsiniz? Mən deyim ki, uşaqlar hər biri eynidir. Sadəcə şaxalanma oxuduqda baş verir də. Yəni birinci kursda hamı bir yerdə oxuyur, ikinci kursda artıq şaxalanma başlayır. Yəni elə məsələ var və əl işində çox qəşəngdir. Mən əsasən 2-dən iş atmışam, 2-ni mən bəyəndim. Oğlanın qızdır. Formalar biraz problemlər ola bilər. Çünki öz üzərində işləmirsən və öz əl işindir. Yəni başqa hər hansı bir yerdən götürüb atmamısan ki, bu yəni necədir, mən işləmişəm deməmişsən, əladır. Mən də çox da bəyəndim, çox da xoşuma gəldi və çalış ki, kursa get. Əgər sən dizayner olmaq istəyirsənsə 16 yaş, yəni sən gəlin artıq məzun olacaqsan və dərs xəttin də pis deyil, yəni şeyin var, bazan var. Amma onu inkişaf elətdirməlisən, yəni antik başda asan bir şey deyil. Uğurlar sənə. Mənim şəkillərim necədir? Ciddisən, həqiqətən. Bunu sən işləməmsən ki, balacan. Amma bu balacamız 2 dənə iş atdı. Bir dənə işində, bu həqiqətən sən işləmsən. Bu həqiqətən qatılıram. Həqiqətən bu sənin işindir. Amma birinci sənin işin deyil. Gülürəm indi. Amma mən ilk dəfə bu şəkli götürəndə belə qaldım. Həyatı sorğuladım ki, uşaqlar niyə belə edib görəsən? Uşaqlar, yalan danışmaq pis bir şeydir ya. Həqiqətən çox pis bir şeydir. Özü mənə, müəllimənizə. Adam müəllimə pis yalan danışar. Heç kimə yalan danışmamalısınız, o heç. Amma ikinci işin çox qəşəngdir. Birinci işini sanki heç görmürəm. Heç elə bir şey atmamışam. Beynimdən formatlayıram. İkinci işin çox qəşəngdir. Yaşını qeyd eləməmişəm. Məncə 12-11 yaş uşağın, yəni oğlan uşağına işləyəcək bir maşındır. Çox da qəşəng işləmişəm. Markası neçədir bilmirəm. Maşınlarla o qədər də aram yaxşı deyil. Yəni o qədər məlumatım yoxdur deyək də. Necə olub? Yaşını qeyd etməmişsən. Harry Potter işləyib. Dost, yəni həmin o karakterləri işləyib. Çox da qəşəng oxşatmışsan ha. Dur, yaşını mən təxmin eləyəcəm. 15-16 məncə. Baxın, hada 16-15. Çox da qəşəng. Kursa getmirsən? Aha, yaş 15-dir, 9-am. Yaş 15-dir, 9-am. Yəni 9-cu sinifsəndə belə başa düşdüm. İlk ikisi şəkli 9-da, 3-4 şəkilləri 8-də çəkmişəm. Və 5-ci moda ilə dizayn olmaq inşallah qoyarsınız. Kanalınızda rəsmləri paylaşıram. Baxsaz, sevinəm. Bu balacamızın da YouTube kanalı var. Zaten adını görürsünüz. Uşaqlar, maraqlı gəldisə baxa bilərsiniz. Sizin kimi müəlliminiz. Nə yaxşı gedir, sizin kimi müəlliminiz var.
Nə yaxşı ki, sizlər də varsınız uşaqlar. Bilirəm, videomuz çox da izlənmir. Olsun, izləməsin. Amma mən 10 nəfər də izləsə bu videoları çəkməyə davam edəcəm. Vaxt tapdıqca. Burada məndə izləmə sayı deyil də vaxt məsələsi var uşaqlar. Bəzən fikirləşirsiniz, müəyyən video atmır. Mən hər hansı bir YouTube-da gəlir falan əldə etmirəm. Hər hansı bir şey qazanc əldə etmirəm. Mən sadəcə hobbi kimi sənəti sevdiyim üçün, sevənlərin də çox olduğunu bildiyim üçün çəkirəm. Ola bilər izləməsin videomuz və bir nəfər izləsin. Ev yox, özümüz ki izləsin də, yəni bir sözlə bu sənətə dəyər verən bir insan izləsin. Nəsə çox duyğusal yerlərə getdik. İkinci əl işini çox bəyəndim. Mən həmişə çox olan əl işlərdə seçirəm uşaqlar. Çünki videoda bir neçə nəfərin əl işini görsənməsi üçün. Yoxsa belə qalsa çox uzanır video və izlənmir. Belə normalda izlənmir, amma yenə də şükürlər olsun. Aha, paylaşım. Yəni çox qəşəngdir işləmirsən də dizaynlarla. Bax, o hissələrlə çəkmək sənə kömək eləyəcək. Yəni əl işin çox qəşəngdir. Yəni əslan da yəni. Burnu çox qəşəng işləmirsən. Burnu çox qəşəngdir. Bu detallarla işləmək dediyim kimi detallarla dedim. Dizayner hazırlaşırsan da elə bir sənə kömək olacaq. Nə demişdik? Antik baş heykəli düşür. Ona görə də sənə faydalı olacaq. Salam müəllimə, necəsiniz? Çox sağ olun, yaxşı olasınız. Yaş 13-dür. Yaxşıdır. Əsas əziyyət var. Əsas əziyyət var. Mən yəni dediyim kimi digər uşaqların elədiyi eləməmişəm. Öz əl işimdir. Basketbol oynayan qız. Yəni imzanı mən daha çox bəyəndim, çox qəşəngdir. Rəngləyəndə mütləq təzədən at. Çünki bu yarımçıq işdir. Qoy tamamladıqdan sonra təzədən atasan bizə. Aha, 13 yaşım var, müəllim. Özüm çəkmişəm. Özün çəkmisən? Hə, dur, yadıma gəldi. Heydər Əliyevi də çəkmişəm. Mən burada hal-hazırda blok 3-ü götürmüşəm. Çünki oxşarlığı ən çox onda tutmuşam. Burun hissəsi okeydir. Sadəcə kölgələndirmədə. Bir də gözləri onda belə baxırdı sənə, elə deyil. Sən biraz onu gözləri biraz bələtmirsən. Belə oxşarlığı tutmuşsan. Özü əl hissəsi olduğu kimi elə bir serikop yaramışsan. Sən deyirəm. Yəni əy qəşəngdir. Salam müəllim, necəsiz? Sizi çox bəyənirəm. Hər bir şəkil çəkməyə sizsiz olmur deyə ancaq və ancaq atmaq istəyirəm. Bu da mənim şəklim. Necədir? Aha, bu ikisidir deyir. İlk baxanda mən birincisi uşaqlar Pinterest vibe aldım. Nə yalan deyim. Yəni baxan kimi elə bildim Pinterestdir və işlərini də müqayisə eləyərik. Yəni ilk işi digərindən tamamilə biraz fərqlidir yəni. Amma bu qədər də qəşəng sözlər yazmısan. İnşallah mən bir şey də saxlayırsınız. Amma əgər özü işləmisənsə çox qəşəngdir, bunu deyim. Əgər yox, belə şey atmısansa, yəni nəyə görə deyirəm? Birincisində akvarel texnikası özünüzdə görəcəksiniz. Mənzərədir, perspektiva var, uzaqlıq, yaxınlıq eynisidir. Amma ikinci işində o yoxdur. Ona görə mən belə dedim. Yəni özümü də açıqlayayım ki, bir müəllimə olaraq texnika fərqlidir, okey. Amma burada qaydalar, perspektiva qaydalar texnikanın işləməsi ola bilər, amma dəstə xəttin oxşarlığı vacibdir uşaqlar, yəni. Amma işi çox qəşəngdir və mən də sizi sevirəm uşaqlar. Salam müəllimə, yenə mən. Necəsiz? Yaxşıyam. Müəllim ümid edirəm ki, yaxşısınız. Hə, yaxşıyam. Bu səfər adımla demək istəyirəm. Adı nədir? Ayandır adım. Salam Ayan bir daha. Mənim də kanalım var. Nə yaxşı. Rəsmlərimi paylaşıram, əməyim qarşılığı almasam da ev yoxdur. Çəkilən əziyyət zaten qarşılıqsız qalmır. Biz də zaten əmək falan almırıq, amma davam edirik bu yola, belə deyək. Bu istəyirəm, sevirəm. Kanaldakı bağlı rəsmlərdən atmışam, bunları da bu il çəkmişəm. Ən sondakı rəsmimi bitirdikdən sonra. Hə, 16 yaşı var. Axırıncı işini də, nə yazıb? Çox sağ olun. İşinizdə çox yaxşısınız, sizdən örnək götürürəm. Çox sağ olun uşaqlar. Ev yox, işimizdə yaxşı olmaya çalışırıq. Nə qədər də izlənməsə də, like almasaq da, olmasa da olsun, biz yola davam edək. Kompozisyon çox qəşəngdir. Sən deyirsən, axırıncı işim tam bitməyib. Axırıncı işinə bayıldım. Nəyə görə? Baxın, o musiqi detalları görürsünüz uşaqlar. Onun ən axırda üst hissəsini görürsünüz. Çox qəşəngdir. İnsan fiquru yaranır. Kompozisiya figuru çox qəşəngdir. Biraz bitməyib, alt hissəsini nəzərdə tutursan da. Amma üst falan, səma falan çox qəşəngdir də. Yəni sözlərlə ifadə olmayacaq qədər qəşəngdir. Aha, Şahin Ağayevin əl işini baxırıq. İndi baya bir vaxt atmırdı. Zaten yoxsa mən atmırdım. Haçan axır? Desən 2 həftə əvvəl atıb. Tarixdəsi yazılıb da burada. Hə. Əvvəlcə salam əziz, qəlbi təmiz insan. Nə yazıb? Və müəllimə.
Bu həftə 20-yə yaxın video və eyni zamanda şəkil çəkdim. İçərilərində 10'unu seçib sizə göndərdim. Hamısını təqdim etsəniz çox şad olaram. Yaxşı ki varsınız və ya nə yaxşı ki sizlər də varsınız uşaqlar, diqqətiniz üçün. Və həqiqətən ondan əli şadım. Amma mən hamısını göstərəcəm, amma ən sevdiklərini mütləq deyəcəm. Çünki digər uşaqlarda da qoy eyni formada hərəkət eləyək və əlinizə, əməyinizə sağlıq. Yəni bir həftədə 20 dənə rəsm videosu çəkmək, yəni asan deyil də, yəni. Mən özüm bu videonu çəkəndə montajlamaya da vaxt gedir, çəkməyə də vaxt alır. Mən özüm də ora qaç, bura qaç, olmuşam da uşaqlar. İlk işimizə baxaq, kitabografiya. Qəşəng, kitabları qədər çəkib orada. Yəni həqiqətən xırdalıq, detallıq var. Kofe fincanı. Buxarına qədər çəkmişsən, belə-belə. Qəşəng. Kağızlar. Mən kağız görmək istəmirəm. Nəyə görə? Çünki o qədər bizə kağız görmür. Ayda da travmalar. Amma çox qəşəng işləmirsən. Palto. Mən ütünü daha çox bəyəndim. Ütü çox əladır. Tam belə realistik. İşə kölgəsini də eləsən lap əladır. Nə qəşəngdir. Dollar, pullar. Pulun kələsi olmayan uşaqlar. Zaten işinizdə, peşənizdə uğurlu olsanız pul zaten sizə gələr. Amma çox qəşəng işləmirsən. İpli fit. Nə qəşəng işləmirsən. Bax, üstünü çox bəyəndim. İpli fit də çox əladır. Robota baxın. Sən ona baxmaya nətər çəkmirsən. Halal sənə. Bir də saxsı qab bax, hə. Bax, realistik şeylərə fokuslanırsan. Onlar eynisini çəkməyə başlamısan və bulğurlu bir şeydir. Çox da qəşəngdir. Yəni əladır da. Salam müəllim, icmalda bir neçə işim var. Zəhmət olmasa baxarsınız onlar da. Bu arada çox gözəldir işləriniz. Çox sağ olun uşaqlar. Sizin hər işləriniz də gözəldir. Aralarında o qədər qəşənglər var ki, yəni həqiqətən. Birisinin yaşını yazmıyor. Yox. Neçə yaşın var bu arada? 13-14 yaşlı bir uşağın əl işinə oxşuyur. Özü eskiz vibe verir də. Yəni belə portretlərdə, sketchbookda işləyirsiniz, tez bir sürətli. Onun vibe-ını verir və mən yəni çox da qəşəngdir. Bir məşq etmirsən. Əladır məncə. Bir neçə işini atıb deyir. Hə. Salam müəllimə, necəsiz? Çox sağ olun uşaqlar, yaxşıyam, yaxşı olasınız. Mənim 11 yaşım var. Bu şəkilləri mən çəkmişəm. Necədir? Şəkillərinizi bəyənirəm. Uşaqlar bu həmişə bunu vurğulayırlar. Çox sağ olun uşaqlar. Mən də sizinkiləri bəyənirəm. Portret, ulduz, disk, notalar. Billie Eilish'e çəkib orada. Adı yazılıb çünki üstə. Poster işləyib də. Bax, fərqli bir şey gördük. Qəşəng idi adam. Çox da qəşəng işləmirsən də. Biraz pis oldu. Yo, nə pis olmazsa. Sən işlər görməmişsən. Cəmaət işləmədiyi işi atıb deyir ki, müəllimə necədir? Mənim sənin işin qəşəngdir. Əsasən də, yəni əsas məsələ əl işin olmasıdır. Yəni çox da qəşəng işləmirsən. Niyə ki? Yox, qəşəngdir. Məsələn, minnət əllərini görsənir və nar işləmirsən. Və uşaqlar, nar işləyən hansı rəssamımız var? Yəni, nar işləyən bir neçə rəssamımız nar işləyib. Amma ən çox nar istifadə edən kimdir? Yazasız şərtdə. Mənə maraqlıdır, bilirsinizmi? Xalq rəssamımızdır. Salam müəllimə, necəsiz? Game dizayneri olmaq istəyirəm. Necədir? Rəsmlər haqlı. Hazırlığa getmirəm. Videoda olsa çox sevinərəm. Sevilirsiniz. Əlbəttə ki, niyə də olmasın. Biraz gec gəlir videolar, uşaqlar fərqindəyim. Mənim işlərim həddindən artıq çoxdur. Yəni ona görə hissələrə bölüb, ondan sonra maddə. Bax, orada hissələrə bölmüsən. Bax, rəqəmlər də qoymuşsan, indi görürəm. Çox da qəşəngdir. İki fərqli rəsm ola bilər, amma ikisi eynidir. Rənglər fərqlidir ya, fikir verin. Biri modeldədir, biri şeydədir. Çox qəşəng. İnşallah. Neçə yaşın var? Yaşını tezən qoyum. Yaşını qeyd eləməyim. Neçə? Dur, təxmin edeyim. 13-14. Hər kəsinə 13-14 deyirəm bu dəqiqə. Salam müəllimə, mənim 12 yaşım var. Adım Ayladır. Bu şəkillərin hamısını mən çəkmişəm. Deyir, mən çəkmişəm bir sözlə. İkinci rəsmində hər gün hər dəfə əl gəzdirdiyini. Rəsm 4 dənə şəkil qoymuşam. Hamısına baxa bilərsinizmi? Kənar çərçivə arada niyə bu qədər gözəl? Bu arada niyə bu qədər gözəlsən? Ay, çox sağ olun. Mən də sirlərivi də, mənə də sirlərivi də, yəni ver, çox şirin və gözəl qızsız, həqiqətən sevilirsiniz. Müəllim yanına gedirəm. Hə, altda yazıb ki, müəllim yanına gedir. Birincisi çox sağ ol balacam. Sizin o gözəlliyinizdir, gözəl görən gözlərinizdir. Hər kəsin öz gözəlliyi var. Yaradan nə yaradıbsa hər biri çox gözəldir. Bu rəssamlıq barəsində də həmişə deyirlər, yəni şəkil çəkmək günahdır, şəkil çəkmək günahdır. Məncə qəlb qırmaq, yalan danışmaq, qeybət etmək günahdır. Biz öz aləmimizdə bir körpənin çəkdiyi bir şeyin necə günah ola bilərdi, yəni.
Mən onun tərəfdarı deyiləm. Yəni kim din adamları, yəni nə bilim, o cəhətdən qatılmıram. Hər nəsə çox da qəşəngdir, amma o ikinci iş, iki işin yaxşıdır. İki yaşın qəşəngdir, yaşına görə də qəşəngdir, hazırlığa da gedirsən, amma ikinci işini mən görəndə nə düşündüm? Yəni ChatGPT-nin rəsmini oxşatdım, həqiqətən deyirəm. Amma xalça detayını gördükdən sonra fikrim dəyişdi. Çox qəşəngdir. Ağlasan. Salam müəllimə, mən qız adını qısaltmısan yəqin. Üfü. 11 yaşım var. Necədir? Kursa gedirəm. Mən kursa da gedir. Ağla işləmirsən Kətanda dağ mənzərəsi. Mən səmanı çox bəyəndim. Buludlar olsun, o rəng. Bir də suyun o şam ağaclarının əksi çox qəşəngdir. Ağladı. Ağladı üfü. Salam müəllimə, yaşım 13-dür. Dizaynlarım necədir? Birincisi, hər birini baxmışam. Çox qəşəngdir. Bax, işarələmişəm 4. 6 ilə 4 nömrəli. Çox formaları çox qəşəngdir. Bir-birinə oxşarlığı var. Yəni çox da qəşəng bölgü yaparmısan. Anatomiya, bədən quruluşu falan çox qəşəngdir. Rənglənmiş, bitmiş halında görmək istəyirəm. Uşaqlar, bu qədər videonu çox da uzatmaq istəmədim. 20 neçə nəfərin əl işinə baxdım. Biri biraz uzun oldu. Ev yoxdur. Çəkdik, baxdıq, zövq aldım. Bunu deyim ki, çəkməyə, yaratmaya davam et. Çünki rəssamlıq daim gözəlliyi görməkdir. Bir hobbidir, bir peşədir sənin üçün. İnşallah hər biriniz ürəyinizdə olar hər şey. Digər videolarda görüşənədək hələlik.